Salam dəyərli izləyicilər, xoş gördük hər birinizi. Bugün istəyirəm sizə qısaca sentyabrda başlayacaq olan yeni miq və sertifikasiya qruplarımız haqqında məlumat verim. Artıq bildiyiniz kimi sentyabrda başlayan qruplarımız tam yeni qaydalarla təşkil olunacaqdır. Hətta adını 2 qat effekt standartlı qruplar qoymuşuq. Qısa şəkildə bu barədə məlumat verim. Deməli, yeni tədris ilindən də bizim qruplarımız keçən tədris ilində olduğu kimi müəllimlərin bazalara bölünməsi ilə başlayacaqdır. Sıfırdan başlayanlar üçün təməl qrupu, bazası olanlar üçün isə zirvə qrupları fəaliyyət göstərəcəkdir. Digər tərəfdən, bu ildən artıq hər iki qrup üçün materialları tam olaraq yeniləmişik. Demək olar ki, hər iki qrup daha çox və daha fərqli imtahan tipli testlər işləyəcəkdir. Əsasən də zirvə qrupu, yəni fizikanı daha dərin öyrənmək, mənimsəmək istəyən müəllimlər üçün isə bizdə bu ildən materiallar daha da artacaqdır. Yəni yeni model testlər əlavə eləmişik və artıq demək olar ki, müəllimlər o kimlər ki deyir, biz müəllim daha çox test işləmək istəyirik. Bax, həmin şəxslər yeni tədris ilindən hətta artıqlaması ilə, bəlkə də güclərinin yetməyəcəyi qədər artıqlaması ilə çox test işləyəcəklər. Hələ bunlar xatırladım ki, sadəcə olaraq proqram bitənə qədər olan dövrə əhatə edəcəkdir. Proqram bitəndən sonra da təkrarda isə tam fərqli, keçən ilkilərdən tamamilə fərqlənən yeni metodika ilə bizim dərs strategiyamız olacaqdır. Bildiyiniz kimi yoldaşlar, bilməyənlər üçün də bildirim ki, bu ildən artıq dərslərimizi Elmir Camılov müəllimlə birlikdə tədris edəcəyik. Elmir müəllim haqqında düşünürəm ki, çox müdavimin müəyyən qədər məlumatı var. Respublikada öz sözünü demiş müəllimlərdən biridir. Bilməyənlər üçün də Elmir müəllimin müəyyən sınaq dərsləri olacaqdır. Həmin dərslərə qoşulub Elmir müəllimi daha yaxından tanıya bilərlər. Amma öncədən onu demək istəyirəm ki, yəni mən bu günə qədər çox əməkdaşlığım olmayıb, düzdür. Amma hər zaman da məni tanıyanlar bilir ki, mən əməkdaşlıqdan biraz çəkinən insan olmuşam. Çünki mənim üçün əməkdaşlıq çox məsuliyyətli bir işdir. Çünki mənə müraciət edən bir şəxsi qarşısına çıxara biləcəyim və mənlə bərabər həmkarım ola biləcək bir şəxs mütləq şəkildə hər kəsin etimadını doğrultmalıdır. Ona görə də Elmir müəllim bu cəhətdən artıqlaması ilə hətta əminəm ki, dərsimizə qoşulan müəllimlərin etimadını tam olaraq doğruldacaqdır. Yəni bu cəhətdən mən Elmir müəllimə tam güvənirəm. Siz də güvənə bilərsiniz. Yəni necə ki mənə deyirdiniz, Nahid müəllim, siz həlləri səliqəlidir, şəklinizi səliqəli çəkirsiniz. Bu cəhətdən Elmir müəllim əmin ola bilərsiniz ki, məndən də səliqəlidir, məndən də vizual olaraq işləmə qabiliyyəti daha yaxşıdır. Buna 100% əmin ola biləcəksiniz. Həm də gəncdir məndən və daha enerjikdir. Bu cəhətdən öz enerjisini sizə daha çox ötürə biləcək. İndi bizim də istərsiniz yaşımız artıq keçib müəyyən qədər. Belə yoldaşlar, deməli dərs fəaliyyətimiz necə olacaqdır? Əvvəlcələr olduğu kimi yenə həftədə 2 dəfə mənim tərəfindən, Namiq Süleymanov tərəfindən canlı dərslərimiz tədris olunacaqdır. Bu öz yerində. Burada qədər problem yoxdur. Amma əvvəllər bizdə WhatsApp müzakirə qrupları olurdu yadınızdadırsa. WhatsApp müzakirə qruplarında müəllimlər sadəcə öz aralarında və mənim də rəhbərliyimdə vaxt olduqca müzakirələr edirdilər və biz müzakirələri, sualları müzakirələrdir, testləri müzakirələri və s. bunun üzərindən edirdik. Artıq Elmir müəllimin komandamıza qoşulmağından sonra Elmir müəllim bax bu WhatsApp-da interaktiv dəstəyi daha da gücləndirəcəkdir. Yəni demək istədiyim odur ki, canlı dərsləri yenə mən keçəcəm, soruşanlar olur. Amma Elmir müəllim burada harda dövrəyə girəcək? Elmir müəllim WhatsApp üzərindən demək olar ki, hər gün müəyyən saatlardan sonra dərs günləri istisna olmaqla. Məsələn, dərs günləri 2-ci, 5-ci günlərdir, düzdürmü? Onsuz da axşam dərsimiz var, qutardı getdi. Dərs günləri istisna olmaqla qalan günlər saat 18:00-dan sonra Elmir müəllimin WhatsApp üzərindən müəllimlərə dəstək olacaqdır. Necə olacaqdır bu proses? Tutaq ki, bizim növbəti dərsimiz düzxətli bərabər sürətli hərəkət ilə başlamışıq birinci, düzdürmü? Biz evə müəyyən qədər tapşırıqlar vermişik, testlər vermişik. Bizim dərsimiz tutaq ki, 5-ci gündür. İndi 2-ci gündən 5-ci günə qədər arada 3 gün vaxt var təxminən. Bu 3 gün ərzində ev tapşırıqları nədirsə, o ev tapşırıqlarından, istər nəzəriyyədən, istər suallardan, nə suallarınız varsa, normal şəkildə soruşacaqsınız. Və demək olar ki, axşam saat 12-yə qədər WhatsApp qrupunda mən tərəfindən, Elmir müəllim tərəfindən sualınıza cavab gələcəkdir. Hansı ki, suallar, tutaq ki, dərs müddətində, tutaq ki, dərsə qoşuldunuz, sualları soruşdunuz, amma bəzi müəllimlər dərsə canlı qoşula bilmədi. Ola bilər. İndi həmin müəllim sonradan nə edir? Həmin videonu izləyir. Həmin dərsin təkrarını izləyəndə ola bilər ki, orada hansısa bir sual qalıb, amma o sualı dərsdə olmadığı üçün, iştirak eləmədiyi üçün soruşa bilməyib. Düzdürmü? Bunun 2 yolu var. Ya əvvəldən dərsə qoşulmayacağını bilirdisə, gərək mənə yazardı ki, Namiq müəllim, mən bu gün dərsdə iştirak eləyə bilməyəcəm, sualıma baxarsınız zəhmət olmasa. Amma əgər yazmayıbsa, hər dəfə də durub Namiq müəllimin tutaq ki, narahat eləmək istəmir, biraz çəkingəndir, yəni belə deyək, onda
Necə həmin şəxs? Ya qrupumuza yazacaq ki, mən bu suallarım qaldı. Mən bu günlərim dərsdə iştirak edə bilməmişdim, bu sualları soruşa bilməmişəm. Ya da nə bilim, dərsdə bu sualı soruşulub, başa düşməmişəm. Düzdürmü? Hə, belə olacaq və bu sualları kimin dərsdə soruşa bilmədiyi suallar varsa, bu sualları WhatsApp üzərindən Elmir müəllim həm izahlarını şəkilli formatda, sərgəli şəkilli formatda, həm də video izah formatda, bu dəfə canlı yox. Yəni məsələn hər bir sualın 2-3 dəqiqəlik bir izahını çəkərək atacaq qrupa. Saat 18:00-dan 19:00-dan sonra. Yəni elə bil ki, dərsdə cavablanmayan sualların izahlarını Elmir müəllim sonradan WhatsApp qrupunda müəyyən saat qoyacaq, həmin saatdan sonra atacaq qrupa. Yəni belə olan təqdirdə heç bir müəllimin sualı qalmayacaqdır. Hətta bu bizim üstünlüyümüzdür. Bir növ üstünlüyümüzdür. Nəyə görə? Daha çox zirvə qruplarında bu bizə müəyyən mənada üstünlük gətirəcək. Niyə? Çünki bizim model suallarımız bu ildən tətbiq olunacaqdır. Model suallar həqiqətən çətin suallardır. Özünüz işləyəndə görəcəksiniz. Məsələn, evə vermişik hər hansı bir mövzudan 150 dənə model test. İndi bu model testlərin hamısını bir dərsə işləmək çətin ola bilər. Doğrudurmu? Köhnə sistemdə, məsələn, başqa qruplarda tutaq ki, qrupda məsələn müzakirə eləyərdik, amma bütün suallara baxmaq olmayacaq idi. Amma artıq indi Elmir müəllimin WhatsApp qrupu üzərindən interaktiv dəstəyi qrupun bir parçası, dərs prosesinin bir parçası olduğu üçün artıq evə verilən tapşırıqların hardasa bir 40-50%-nə siz əvvəlcədən WhatsApp üzərindən cavab əldə edə biləcəksiniz. Həm də belə bir şey də deyim sizə. Müəllimlərin çoxunun cavabları şəkillə əldə etmək üstünlüyüdür və sevirlər. Çünki şəkil belədir ki, şəkli sevirirsiniz, telefonda qalır və istədiyiniz zaman rahat baxa bilirsiniz, düzdürmü? Yəni belə olan təqdirdə, yəni dərsdən öncəki günlərdə WhatsApp üzərindən o sualların istədiyiniz izahları alandan sonra canlı dərsdə suallarınızı, qalan sualları rahat verəcəksiniz. Yəni belə. Yəni narahat olmayın. WhatsApp müzakirə qruplarımız və mən də iştirak edəcəm, amma xüsusi saat aralığı olacaq ki, həmin saat aralığında sırf Elmir müəllim tərəfindən siz canlı dərsə bərabər deyərdim ki, izahlar əldə edəcəksiniz. Yəni bir sözlə artıq WhatsApp qruplarımız dərs prosesinin bir parçasıdır. Yəni müəllim həm canlı dərsdə, həm də WhatsApp qrupunda müəyyən saat aralığında o soruşduğu suallara cavab tapacaq. Yəni müəllim həm WhatsApp-dan öyrənəcək, həm də canlı dərsə qoşulmaqla canlı dərsdən öyrənəcəkdir. Ona görə də WhatsApp qruplarımızda bu tədris ilindən çox güclü nəzarət olacaqdır. Yəni WhatsApp qrupunda əlavə söhbətlər olmayacaq, kənar söhbətlər olmayacaq. Ancaq hər kəs suallarına paylaşacaq ki, həmin suallardan hansılarının cavabı tapılmırsa, hansılara cavab verilməyibsə, onları da Elmir müəllim səliqəli formada həllərini qrupa ötürəcəkdir. Təbii ki, bunu da ayrıca 2 dənə WhatsApp qrupumuz olacaq. Biri müzakirə, biri də materialların göndərildiyi bu həmin qrupu Elmir müəllim göndərəcəkdir. Belə yoldaşlar, qalan məsələlər barədə də deməyə o qədər ehtiyac duymuram. Çünki əsas önəmli olan budur. Bu məqam elə bir məqamdır ki, mən deyərdim ki, MİQ və sertifikasiya hazırlığını kökündən dəyişəcəkdir. Çünki elə insanlar var ki, internet şəraitinin olmadığı coğrafi regionlarda yaşayırlar. Onlar üçün artıq deyərdim ki, bu cür dərs sistemi onları 100% irəli aparacaqdır. Sadəcə sizdən nə tələb olunur? Sizdən inkişaf eləmək üçün məsuliyyət tələb olunur. Həmçinin də Elmir müəllimlə birlikdə olacağımız canlı dərslərimiz də olacaqdır. Bunlar əlavə dərslər olacaqdır. Yarışma xarakterli hər bir neçə mövzudan bir, məsələn 3-4 mövzudan bir hər ayın sonunda ya da 2-3 həftədən bir hansı mövzuları keçmişiksə həmin mövzular üzrə imtahan tipli xüsusi model testləri işlənəcəyi bir yarışmamız olacaqdır. Yəni sual-cavab tipli. Orada bax Elmir müəllimlə məni bir arada görə biləcəksiniz. Həmçinin də digər əlavə dərslərimizdə Elmir müəllimlə mən yenə bir arada dərslərinizə qoşulacağam. Amma hələ ki başlanğıc üçün Elmir müəllim WhatsApp tərəfdən, Namiq müəllim də canlı dərs tərəfdən sizə dəstək olacaq onlayn dərslərimizdə. Hər mövzunun sonunda da mövzu sınaq imtahanlarımıza artıq deməyə ehtiyac yoxdur. Hər ay bizdə keçən tədris ilində olduğu kimi bu dəfə də yenə də ümumiləşmiş sınaq imtahanlarımız olacaqdır və bu ildən deyərdim ki, dərslərimiz yeni bir sayt üzərindən keçiriləcəkdir. Yəni yeni bir sayt olacağı üçün artıq sınaq imtahanlarında heç kim levi yollara əl ata bilməyəcək. Bunu əmin ola bilərsiniz. Sınaq imtahanında yaxşı nəticə qazanmayan şəxslər, əsaslı zirvə qrupuna aiddir bu, növbəti ayı keçə bilməyəcək. Ona görə də indidən rica edirəm, sırf məsuliyyətli şəxslər bizim dərslərə qoşulsunlar ki, çalışsınlar. Mənə çalışan adam lazımdır. Zəif ola bilər, problem yox, amma çalışsın. Görüm ki, onun nəticəsi irəli gedir. Yəni ona görə də limit nəticəni keçə bilməyən müdavimlər növbəti aya artıq dərslərimizdən bu dəfə çıxarılacaq. Yəni sayt üzərində olduğu üçün sayt avtomatik çıxaracaqdır. Ona görə də yoldaşlar çalışmaq lazımdır. Özünüzü qoruyun.